Siz bu hallarda nə edirsiniz? Yəni qaz beləcə kəsildikdə nə edirsiniz? Deməli, siz bilmirsiniz misal üçün ki, qaz kəsilibdir, xəta kodu verir. Siz bu durumlarda misal üçün qaz tutaq ki, faziləyə qazlar gəlibdir. Açırıq. Açıq vəziyyətdədir. Xəta kodu da davam edir. Bəziləri var, yorumda yazır ki, onsuz da sən onu qaz gəldikcə özü otomatik düşür, yəni işə düşür. Bu hər bir kombidə elə deyil. Bəziləri var ki, özü işə düşmür, gərək resetləmək lazımdır. Yəni eləsində ola bilər, reset düyməsi ola bilər. Olmayanlarda da bu gördüyünüz pultlarda da olur, kondisioner pultunda da hər bir pultda olur söndür yandır işarəsi. Resetləmək üçündür. Biz bunu resetləyəcəyik qazı açdıqdan sonra. Farz edək ki, gəlibdir. Daha doğrusu qazı açmışıq, hazır vəziyyətdədir. Parelimiz də yerində. Görürsünüz, xəta kodu davam edir. Xəta kodu davam edir. Biz bunu resetləyirik. Bir düymə basırıq. Off işarəsi gəldikdən sonra bir dəyə də toxunuruq. Qaldığı yerdən davam edəcək. Bax, bu qədər. Sağ olun, Allah amanında. Özünüzdən müğayət olun. Bu özümü də çəkim edəm. Bu da universal Mərifət Usta. Sağ olun, Allah amanında. Gələn görüşlərə dək. YouTube kanalıma da Mərifət Usta TV'yə abunə olmaq yaddan çıxmasın. Abunə olun, bildirimi açın. Mən də bu videoları sizlər üçün çəkirəm ki, əlavə xərcə düşməyin. Rahatlığınız yaxşı olsun. Bəlkə birinin yoxudur, imkanı yoxdur. Yəni ona görə çəkirəm ki, yəni özü də öz işini əldə edə bilsin. Sağ olun, Allah amanında.